Bəli, Çinarə müəllimə, müəllifin ittihamları var. Qalib Şahın gəlməyi ilə bağlı təbiətin də bir dənə də oranda qeyd eləyək. Təbiəti də hətta ittiham edirlər orada. Bəli, buyurun. Yəni, burada ilk olaraq günəşin təsirini verir. Günəşə deyir ki, sən deyir, elə bir dünən olanların heç biri baş verməyibmiş kimi bəxtsiz günəşdir, qalxmışsan. Sonra burada buludlar öz aralarında danışır ki, bu gələn kimdir, kim üçün bu hazırlananlar kimlər üçün buludlara deyirlər ki, bəs budur, hansı ki, qalib gələn şah, onun bir adını işləndə bir ah çəkirlər. Buludlar dağlara doğru geriyə çəkilirlər, artıq kimin gəldiyini bilirlər. Sonra Günəşdən buluddan əlavə quşlar deyir, cəhcəh vurur. Burada çox deyir, onların cəhcəhini hətta burada deyir, musiqi səsləri ilə müqayisə edir. Deyir, sanki birdən-birə kaman çalındı, nayla, qumrov çalındı, şirin səslər dondu bağa. Sanki deyir, ölümlə, fani dünya ilə ölüm bir qardaş oldu bir anlıq. Sonra çiçəklərə deyir, çiçəklər də deyir ki, çiçəklərin deyir, o çiçəklərdəki göz yaşı bir anlıq bitdi, yaşdan əsər qalmadı. Qaşqabaqlı buludlar da artıq bir insanları salamlamağa başladı. Bütün təbiət, insanlar necə ki məcburi qəbul etdi, sanki təbiət də. Bəli, deməli insanlar kimi təbiət də Qalib Şahın gəlişini məcburi şəkildə qəbul edirlər.